Salam, mən Məmmədov Azər. Bu videoda 2025-ci riyaziyyat test toplusundan bir məhsullu tənliklər və məsələlər mövzusuna aid olan kvadrat tənliklər və onların araşdırılması bölməsindən tapşırıqların izahını verməyə çalışacağım. Kvadrat tənliklər. Keçən dəfə biz xətti tənliklər barədə danışdıq. İndi kvadrat tənliklər. Yəni kvadrat tənliklərin ümumi şəkli ümumiyyətlə geniş anlayışdır. Biz hər bir tapşırıqda bu bildiyim qaydaları, yəni hər tapşırıqda söyləyəcəyik. Demək, ümumi şəkli kvadrat tənliyin belədir. Yəni ax kvadrat plus bx plus c bərabərdir 0 şəklində verilibsə, bu kvadrat tənlikdir. Demək, bunun 3 halı mümkün olur. Yəni köklər 2 kökü ola bilər, müxtəlif. 2 eyni kökü ola bilər və yaxud yeganə kökü ola bilər. Və yaxud demək kökü olmaz, kökləri olmaz. Ümumiyyətlə kökləri nə deməkdir? Qrafik göstərsək, yəni paraboladır. Kvadrat cədvəlinin demək qrafiki paraboladır. Parabola apsis oxunu kəsdiyi nöqtələr bizim köklərimizdir. Həmin nöqtədə y 0-a bərabərdir. Bu x1, x2 bizim köklərimizdir. Ola bilər, demək, parabola belə ağzı yuxarı olsun. Bu A-dan asılıdır. A sıfırdan böyük olduqda ağzı yuxarı olur. A sıfırdan kiçik olduqda demək, onu aşağı olur, yönəlir. Qolları aşağı yönəlir. Sonra demək, əgər diskriminant anlayışından istifadə edəcəyik, yəni parabola kvadrat üçərlidə diskriminant bərabərdir nəyə? B kvadratı minus 4AC. Yəni B kvadrat çıxaq 4AC. AC hasilinin 4 misli. Bu diskriminantdan nə asılı olacaq? Yəni diskriminant sıfırdan böyük olduqda biz 2 müxtəlif kökü olacaq. x1 və x2. Diskriminant sıfıra bərabər olduqda demək, bu 2 eyni kökü, yəni x1 bərabər x2 bir kök olacaq da, yeganə kök olacaq. Yəni 2 eyni kökə malik olacaq. O da qrafik göstərəndə, yəni təpə nöqtəsi apsis oxunun üzərində olur. Və yaxud belə. Diskriminant sıfırdan kiçik olduqda isə demək, x1 və x2 nöqtəsi olmur da, kökləri olmur. Kökləri olmamağı deməkdir ki, qrafik göstərsək, yəni parabolamız ya yuxarıdadır, yəni apsis oxunu kəsmir, ya da ki, aşağıdadır, apsis oxunu kəsmir. x1 və x2 nöqtə demək, onlar həm də demək, qruplara ayrıla bilməyəcək. Diskriminant sıfırdan kiçik olanda. İndi biz keçək birinci tapşırığa. Tapşırıqlarda dediyim kimi qaydaları yada salacaq. Demək, tənliyini həll edin. Verib belə. Bu 3y kvadratını biz 3y-in kvadratı kimi yazaq. Bu da 4-ü də 2-nin kvadratı. A kvadrat minus B kvadrat üstüründən istifadə edək. Bərabərdir 0-a. Bunu demək 3y minus 2, bir dəfə də plusunu yazaq. Bərabərdir 0-a. Bu nə vaxt 0-a bərabər olar? Bunlardan, qruplardan ən azından biri 0 olsun. Yəni 3y minus 2 bərabər 0, 3y bərabərdir 2, y bərabərdir 3-də 2. Y-in bir qiyməti bu oldu. Digər qiymət, yəni 3y plus 2 bərabərdir 0. Bu bir mötərizəni 0-a bərabər eləyək. 3y bərabərdir mənfi 2, y bərabərdir mənfi 3-də 2. Demək, y ikinci kökü oldu. Biri 3-də 2, bir də mənfi 3-də 2. 3-də 2, o da B variantı olar. A parametrin hansı qiymətlərində tənliyin 2 bərabər kökü var. 2 bərabər kökü dedik ki, diskriminantın 0-a bərabər olduğu halda mümkündür.
Diskriminant da nəyə bərabərdir? B kvadrat minus 4AC. Yəni, bu 0 olmalıdır. Yəni, B-nin yerində -6-dır. -6-ın kvadratı çıxılsın 4 vuraq. AC-dəki A-nın yerində 1-dir burada. C-nin də yerinə A kvadratdır. Yəni, A-nın yerinə 1, C-nin də yerinə A kvadrat. Bərabərdir 0 olmalıdır. Buradan -6-ın kvadratı müsbət 36 minus 4A kvadrat bərabər 0. Buradan biz 6-nın kvadratı kimi bunu yazsaq, bunda 2A-nın kvadratı kimi bərabərdir 0. Yaxud bərabər də eləyib yaza bilərik. Eybi yoxdur. Vuruqlar halında da yaza bilərik. 6 minus 2A 6 plus 2A bərabərdir 0. Demək, 6 minus 2A-nı 0-a bərabərləsəm, 2A bərabərdir 6-ya, A bərabərdir 3-ə. A-nın bir qiyməti. Sonra bu birisində isə 2A bərabərdir -6-ya, A bərabərdir -3-ə. Yəni, 3 və -3-ə, plus minus 3-ə bərabərdir D variantı. Ədədlərdən hansı tənin köklərindən biridir? Ümumiyyətlə, kvadrat tənliyi biz diskriminantla da tapa bilərik və yaxud vuruqlarına, bildiyimiz vuruqlarına ayırma üsulundan istifadə edib də tapa bilərik. Ümumiyyətlə, demək, diskriminantla nə cür tapırıq? Diskriminantı dedik ki, B kvadrat minus 4AC-yə bərabərdir. İndi buradan bərabərdir. Demək, B 5-in kvadratı 25 çıxılsın. 4 vurulsun. A-mız 1-dir burada. A-nın yerində 1-dir. Bu da C-dir. Yəni, 1 vuraq 4. Bərabərdir. Neçəyə? 25 çıxaq 16. O da eləyir 9. Diskriminantı 9 tapdıq. Kökləri isə, bax, bu düsturla tapırıq. X1, X2 bərabərdir. Mənfi B plus minus. Bir dəfə plusunu, bir dəfə minusunu yazalım. Kök altında D. Yəni, diskriminant, kök altında diskriminant bölünsün 2A bərabərdir. İndi qiymətlərini yerinə qoyaq. Bax, mənfi B. B-miz burada mənfi 5-dir. Bu mənfi var burada. B-nin də yerinə mənfi 5 yazaq. Plus minus. Kök altında D-dəki 9-dur. 2 vuraq. A-nın da yerinə 1-dir. Bərabərdir. Mənfi 5. Bu müsbət 5 elədir. 5 plus minus. 9-dan da kök 3 çıxar. Bölək 2. Yəni, aldıq bu halı. Bu ümumi halıdır. Yəni, x1-i bir dəfə plusunu götürək. 3 bölək 2. Bu da eləyir 8 bölək 2. Bərabərdir 4. x2-ni 5 çıxaq 3 bölək 2. Bu da eləyər 2 bölü 2, 1. Yəni, kökləri aldıq 4 və 1. Elə buradan vuruqlarına da ayırıb, yəni yaza bilərdik. İndi, məncə vuruqlarını ayırıb yazmaq daha tez başa gəlir. Yəni, vaxt itkisi olmur. Diskriminantla biraz uzun olur. Amma bəzən bir də görürsünüz, çətinlik çəkir şagirdlərimiz və vuruqlarını ayıra bilmirlər. Yəni, diskriminantla yazıb tapa bilərlər kökləri. Və vuruqlarını ayırsaq, hasili 4 olsun. Cəmi isə -5 olan ədədlər. Yəni, -4 ilə -1-dir də. X minus 1, X minus 4 bərabərdir 0. Yəni, bunları ayıraraq da 0-a bərabərləsəm, X bərabər 1 olar, X bərabər 4 olar. Yəni, köklərini birbaşa vuruqlarını ayırma ilə tapa bilərik. Ədədlərdə hansı tənliyin köklərindən biridir. İndi baxırıq, hansı biridir? 1 ilə 4, yəni D variantı aiddir də. A parametr hansı qiymətində tənin köklərindən biri 2 olar. Köklərinin 1-in verib. Yəni, tutaq ki, x1-i 2 verib. Yəni, x-in qiyməti 2-dir də. 2-ni qoyub yerinə, oradan A-nı tapa bilərik. X-in yerinə 2-ni qoydum. 2-nin kvadratı çıxılsın 3A. X-də 2-dir. Üstə gələk 5 bərabərdir 0. 4 elədir. Çıxaq 3-ü 2-yə vursaq 6A eləyər. Üstə gəl 5 bərabər 0. Bax, 4 ilə 5 9 elədir. 6A-nı sağa keçirdirəm. Müsbət olur. A bərabərdir. 9 bölək 6. 3-ə ixtisar eləsəm, yəni 3 bölək 2 olar və yaxud 1,5 olar.
Demək, A para hansı qiymətində? A parametrin 1,5 qiymətində köklərindən biri 2 olur. 4-də D oldu. Tənliyin müsbət kökünü tapın. İndi biz bu mötərizələri bir-birinə vursaq, çox böyük x-dir 4, x kubu falan alınar. Ona görə gəlin elə eləməyək. Baxın, görürük ki, mötərizənin hər ikisində x kvadrat plus 2x var. Onları bir t ilə əvəzləyək. Yeni dəyişən qəbul eləyək. T ilə əvəzləsək, burada nə olacaq? T minus 3 t plus 2 bərabərdir mənfi 4-ə. İndi vuraq mötərizələri bir-birinə. T kvadrat minus 2 plus 2t mənfi 2t'yə vursaq mənfi 3t, mənfi 2'yə vursaq minus 6. Bunu da sola keçirdirəm. Üstə gələk 4 bərabərdir 0. Buradan t kvadrat minus t olar. Bu da mənfi 6 plus 4 eləyər minus 2 bərabər 0. Vuruqlarını ayırsaq t mənfi 2 ilə müsbət 1 olar da. T, yəni mənfi 2-ni müsbət 1-ə vuranda neçə eləyər? Mənfi 2. Toplasaq mənfi 1 eləyəcək. T plus 1 bərabərdir 0. İndi kökləri ayıraraq da 0-a bərabərləsən t 2-yə bərabər olar, t mənfi 1-ə bərabər olar. İndi bizdən deyir, müsbət kökünü tapın. Biz t-nin qiymətini tapmışıq, hələ x-i tapmamışıq. İndi bax buradan bir dəfə 2-yə, bir dəfə mənfi 1-ə aid eləyək. Demək, x kvadrat plus 2x bərabərdir 2. X kvadrat plus 2x minus 2 bərabərdir 0. Buradan vuruqlarını ayıra bilərikmi? 2 ilə 1. Yox. Gəlin bunu diskriminantla eləyək. Bax, D bərabərdir. Nəyə? B kvadrat minus 4AC. B kvadrat 2-nin kvadratı 4 çıxılsın. 4 vuraq, 1 vuraq 2, 8-də 4 vuraq 2, 8 eləyir. Bir dəqiqə. 4, üstə gələk daha doğrusu. Yəni, minus 4 AC-dirsə, bax, mənfi 4. Bunlar da mənfidir. AC hasili mənfi 2 ilə 1-ə vuranda bu müsbət olacaq. Yəni, 12 aldıq deyək. Onda x1, 2 nəyə bərabər olacaq? Mənfi B. Üstə gələk. Bu düsturları yazaq ki, daim yadımızda qalsın. Böyle kök altında D, 2A. Bərabərdir. Mənfi B, 2, mənfi 2, üstə gələk kök altında 12. 12-ni 4 vuraq 3 kimi yazdım. Bölək 2A-dakı 1-dir. A 1-dir. Demək, 2A1 bərabərdir. Bu 4, 2 kimi çıxacaq kənara və 2-ni də biz mötərizə xaricinə çıxartsaq, mənfi 1 üstə gəl kök altında 3 alınar. Burada da 2, 2'lər gedər. Yəni, bunu da tərsinə yazsaq, kök altında 3, çıxaq 1. Bu, bir hal üçündə x1 kökü. Bu müsbətdir də, elə o birisi deyəsən mənfi olur. x2 bərabərdir. Yəni, mənfi 2, mənfi 1 minus kök altında 3 olacaq da. Minus kök altında 3. Bu da mənfi olur. Bu bizə lazım deyil. Tənliyin müsbət kökünü tapın. Müsbət kökü kök altında 3 minus 1-dir. Yəni bu 1-dən böyük olduğu üçün müsbətdir. Onda B variantı olacaq. M parametrin hansı qiymətin tənliyin yalnız bir kökü 0-a bərabərdir. Tənliyin bir kökü 0-a bərabərdir. Nə deməkdir? Qrafik təsəvvürümüz olması üçün qrafikləri yaxşı bilməliyik. Göstərsək, yəni qollarından biri bax 0 nöqtəsindən keçir də parabola. Ya belədir, ya fərqi yoxdur, bilmirik. Bu ağzı yuxarıdır. Yəni bir qolu buradan keçir. Ola bilər bu tərəfdən keçsin. Önəmli deyil, yəni təsəvvürümüz olması üçün deyirəm. Yəni biri 0-dır. 0-dırsa demək C-si ümumiyyətlə bax A x kvadrat plus bx plus C bizim kvadrat tənliyinin ümumi forması. O zaman 0 olur ki, köklərindən biri C 0 olsun. Yəni C bərabər 0 olsun. Burada da C-nin yerinə bax x kvadrat, bu x, bu C-nin yerinə bu ifadədir. Yəni kök altında M
çıxaq 5 bərabərdir 0-a. Kök altında m bərabərdir 5-ə. M bərabərdir. Həm müsbət, həm mənfi ola bilər də. Yəni, plus minus 5-ə bərabərdir. Yalnız bir kökü 0-a bərabərdir. İndi bu 5-i aparıb burada qoyaq yerinə. Görək hansı bizə, yəni bir dəfə müsbətini qoyaq, bir dəfə mənfini. Bax, mənfini qoysaq, bax, x kvadratı, bu 0 olacaq da, mənfi 5 qoysaq, mənfi 5, 5, 0 oldu. Bu isə, yəni olacaq nə? Üstə gələk, m minus 5 bərabərdir 0. Yox, mənfi 5 ilə, m-in yerinə mənfi 5 qoysaq, demək, x kvadrat minus 5 olacaq, minus 5 bərabər 0, x kvadrat bərabərdir 10, yəni x bərabərdir plus minus kök altında 10. Bu mənfi hal üçün bu oldu. Yəni, bir kökü 0 oldu. 0 olmadı. Yəni, 2 kökü də oldu və biri müsbət kök altında oldu. Biri də mənfi kök altında oldu. Demək, mənfi 5-i bizim həllimiz deyil. Yəni, m-in 5 qiymətinə baxaq. M bərabər 5. Burada m bərabər mənfi 5-i götürmüşdük. İndi, bax, m-i qoyaq. M-in yerinə 5 qoyaq. Yəni, x kvadrat üstə gəl. 5 qoysaq 10x olar. 5 qoysaq, bu 0 eləyəcək, bərabərdir 0-a. Buradan x-i çıxarsam mötərizə xaricinə, x üstə gələk 10 bərabərdir 0. Yəni, x vuruqların hər biri 0-a bərabər olmaq üçün vuruqlardan ən azı biri 0 olmalı. X 0, bir də x mənfi 10 da 0 eləyir. Demək, biri 0, biri mənfi 10. Demək, m-in 5 qiymətində. Cavabımız elə D variantı olacaq. Yəni, bu mənfi olmayacaq. Mənfidə 0 almadı. Tənliyin yalnız bir kökü 0-a bərabərdir. Şərti ödənməlidir. M parametrin hansı qiymətin tənliyin köklərindən yalnız bir 0-a bərabər olar? Bu da həmin tipli misaldır. Dedik ki, S 0-a bərabər olmalıdır ki, onlardan demək, nə olmalıdır? Köklərindən biri 0 olsun. Yəni, modul M çıxaq 3 bərabərdir 0 olmalı. Buradan da modul m bərabər 3-ə, m onda bərabər olur. Bir dənə plusu, bir dənə minus 3. İndi ikisini də yerinə qoyub baxmamız lazımdır ki, onlardan köklərindən hansı biri 0-a bərabər olar. Bir dəfə, demək, m bərabərdir, mənfi 3-ü götürək. Mənfi 3-ü götürəriksə, x kvadrat, mənfi 3 qoysaq yerinə bu 0 olacaq. İkisi də vuranda 0 olacaq. Bu 0 oldu. Bu mənfi 3 qoysaq, modulu atırıqsa müsbət 3 kimi çıxacaq. Üstə gələk 3 çıxaq 3, yəni 0 olur, bərabər 0. X kvadrat bərabər 0. Demək, x-in yalnız bir nöqtəsi vardır. Yəni, biri 0, 2 kökün, yəni x1, 2 yazsaq bunu, demək, 2 kökün ikisi də 0 olur. Yəni, bizdə deyir, yalnız biri 0-a bərabər olar. Demək, mənfi 3 bizim həllimiz olmayacaq. M bərabər 3 halına baxaq, müsbət halına. X kvadrat, üstə gələ 3-ün üstə 3, 6x. Buradan da 3 çıxaq 3, 0 eləyir, bərabər 0. Demək, x-i çıxartsam, x üstə gələ 6, bərabər 0. X-in bir kökü 0 olar, bir kökü isə mənfi 6. Bunları 0-a bərabər eləsəm. Demək, köklərindən yalnız biri 0 oldu. Demək, m bərabər 3. Bizim elə həllimiz budur, 3. A parametrin hansı qiymətlərindədir? X dəyişənin yalnız bir qiyməti bərabərliyini ödəyir. Dedik ki, bir qiyməti, yəni 2 bərabər qiyməti diskriminant 0-a bərabər olduqda alır. Diskriminant da ki, b kvadrat minus 4ac-dir. Bərabər 0 olmalı. B-nin yerinə 8-dir. 8-in kvadratı 64. Çıxaq 4 vuraq. A vuraq A. A kvadratı. Bərabərdir 0. Yəni, buradan 4-ə iqtisad eləsəm, 16 çıxaq A kvadrat bərabər 0. A kvadrat 16. A bərabər plus minus 4. Müsbət və mənfi 4 qiymətində
Demək, x dəyişənin yalnız bir qiyməti bərabərliyi ödəyər. Başqa variant da mümkündür. Bax, başqa halda mümkündür. Əgər biz x kvadratını biz itirmək istəsək, yəni nə etməliyik? A 0 olmalıdır da. A 0 olsa 8x bərabər 0 düz xətti tənlik alınır. Oradan da x bərabərdir 0-a. Demək, bir qiymət olur da. Demək, A 0 olduqda 8x bərabər 0 olur, x bərabər də 0. Yəni, bir qiymət qalır. A 0 olanda da bir qiymət alır. Ona görə də bizim cavabımız olacaq C variantı +-4 və 0. Hansı x dəyişən yalnız bir qiymət? Burada da, yəni diskriminant, yəni b kvadrat -4ac 0-a bərabər olmalı. B kvadrat 5-in kvadratı 25 çıxaq 4 vuraq A, vuraq 4A eləyir. Vuraq 4A, vuraq A. 4AC-də bərabərdir 0. Bu eləyər 25 çıxaq 16 A kvadrat bərabər 0. Buradan belə eləyək. Yəni A kvadrat bərabərdir 25 bölək 16. 16 A kvadratını sağa keçirtdim və 16-ya böldüm. Yəni A bərabərdir +-5 bölək 4 və yaxud onluq kəsirlə istəyiriksə yazmaq 0,10 %25 +-1,25 qiymətində, bir də bayaqki kimi A-nın 0 qiymətində, yəni 5x qalır da. Bunlar 0 olur. 4A da, ax kvadratı da 5x bərabər 0 olur. Oradan da x bərabər 0. Yəni bir dənə qiymət alır da. Başqa kökü yoxdur. A-nın 0 qiymətində demək, dəyişən bir dənə qiymət alır. 0 qiymət. Demək, oldu bizim cavablarımız 1,25 və 0, o da D variantı. A parametr hansı qiymətində tənliyin kökü yoxdur. Yəni, bu kvadrat belə üçərli kimi yazılmağına baxmayaraq, bu düz xətti tənlikdir. Yəni, bax, A xətti tənlikdə AX bərabər B şəklində də bilirik. Bax, A-nın yerinə bu mötərizədir. B-nin yerinə isə bax, bu mötərizədir. A kvadrat -4A -5-dən kökü. Demək, kökü olmamaq üçün bizim hansı şərtlər olmalıdır? A 0-a bərabər olmalı, B isə 0-dan fərqli olmalı. İndi biz bunları yoxlayaq, görək bu şərtlər ödənirmi? Bax, A kvadrat, A-nın yerinə bax, bunu yazdıq da. İndi bu A-la bu A eyni deyildir. Buradakı A-lar eyni deyil. Bu ümumilikdə formasıdır. Demək, A kvadratı çıxaq 8A +15 bərabər 0 olmalı. Bunu qruplarını ayırsaq, 3 ilə 5-in hasili 15 eləyir. -3 ilə -5 hasili 15 eləyir. Cəmləyəndə də -8 eləyir. Ona görə onun qrupları oldu nə? Yəni, diskriminantla da yaza bilərsiniz. A-3, A-5 bərabərdir 0. Demək, A 3-ə bərabərdir, A 5-ə bərabərdir. A-nın hansı qiymətində tənin kökü yoxdur? İndi baxaq görək burada fərqlimi? Bu qiymətlərdə tənin kökü yox, 0-dan fərqlimi? 4A -5, yəni bərabər olarsa o bizim həllimiz olmayacaq. Bərabər eləyək görək. Bərabər eləsək, bunu da qruplarına ayıraq. A -5 ilə -1-in hasili -5-dir. -5 ilə -1-in. Cəmi isə -4-ə bərabərdir. -5-in üstə 1 gələndə -4 eləyir. Bərabər 0. Köklərimiz olur A5, A -1. Demək, A 5-ə bərabərdir. A 5-ə bərabər 0, bu da 0. İkisi də 0 olur da ondan. Demək, A 5-dən fərqli olmalı.
Demək 5 bizim həllimiz deyil. Bura fərqli olmalı, amma burada 5 qiymətində 0-a bərabərdir. Ona görə bu bizim, yəni A-nın 5 qiymətini götürməyəcək. Bizim cavabımız 3 olacaq. Cavab A variantı. Yəni A-nın 3 qiymətində bu tənliyin kökü olmur. A parametrinin hansı qiymətində tənliyin kökü yoxdur? Deyil, bax, burada da yəni dedik ki, xətti tənliyin ümumi forması belədir. Tənliyin kökü o zaman olmur ki, A 0-a bərabər olur, B 0-dan fərqli olur. İndi baxaq. Demək, bunlara baxaq, görək. Demək, bunu 0-a bərabər eləyək. A-nın yerinə bax, bu ifadədir. A kvadrat minus 6A plus 5 bərabərdir 0. Qruplarını ayırsaq, mənfi 5 ilə mənfi 1 hasili müsbət 5 eləyir, toplayanda mənfi 6 eləyir. Yəni A minus 5, A minus 1 bərabərdir 0. Qrup vursaq, bunu alaraq. Yəni A-nın kökləri olur 5 və 1. Demək, A-nın 5 qiymətində və 1 qiymətində bu 0 olur. Bu tərəf ödənir bu qiymətlərlə. İndi bu bir tərəfə baxaq. Bunu da 0-a bərabər eləyək. A-nın qiymətlərinə baxaq. Üst-üstə düşən olsa, o bizim həllimiz olmayacaq. Demək, burada, bunu da qruplarını ayırsaq, mənfi 2 ilə mənfi 1-dir. Mənfi 2-ni mənfi 1-ə vuranda müsbət 2 eləyir, toplayanda mənfi 2 eləyir, bərabər 0, A bərabər 2, A bərabər 1 olur. Üst-üstə düşənlər 1-dir. Yəni, bu 1 qiymətini götürsək, bax, bu, əslində bu ikisini götürməliyik, amma burada yerinə qoysaq, 1-i qoysaq, bu 0 olur. 0 olur, ona görə bu 1 bizim həllimiz olmur. Biz bu şərt ödənməlidir, yəni bura 0-dan fərqli olmalı. Yəni 5 qiymətini götürməliyik. Çünki bax, burada A-nın yerinə 5 qoysaz, görərsiniz ki, 0-dan fərqli qiymət alır. Yəni bizim həllimiz olacaq A bərabər 5, yəni C variantı. M parametrinin hansı qiymətində tənliyin hər iki kökü 0-a bərabərdir? Hər iki kökü 0-a bərabərdir. Yəni o deməkdir ki, bu parabolamız koordinat başlanğıcından keçir. Onda da y bərabərdir ax kvadratı şəklində olur. Yəni, burada B-də 0-a bərabərdir. C-də 0-a bərabərdir olan hallarda. İndi bax, B-nin yerinə m-1-dir, C-nin yerinə mənfi m kvadrat plus 1-dir. Bunları 0-a bərabərləsək, yəni m-1 bərabər 0, m bərabərdir 1. m1 olanda bura 0 olur. İndi bu birisinə baxaq. Mənfi m kvadrat üstə gəl 1 bərabər 0. M kvadratını sağa keçirsəm 1, m bərabərdir plus minus 1. Yəni bir dənə müsbəti, bir dənə mənfisində hər iki kökü 0-a bərabər. İndi bu iş orasıdır ki, mənfi 1-i burada qoysaq, hər iki kökü 0 olmayacaq. Ancaq 1 qiyməti, m-in hansı qiymətində? 1 qiymətində, o da A variantı. Yəni hər ikisi ödənməlidir də, hər ikisi 0-a bərabər olmalıdır. Cavabımız olar A variantı. M parametrinin hansı qiymətin tənliyin hər iki kökü 0-a bərabərdir? Dedik ki, B də 0 olmalı, C də 0 olmalı ki, tənliyin hər iki kökü 0 olsun. Onu 4 minus m kvadrat bərabər 0. M kvadratını sağa keçirsəm 4-ə bərabərdir. M bərabərdir plus minus 2. Plus minus 2. İndi bu birisinə baxaq. Bunlar ikisi də eyni olarsa, üst-üstə düşən bizim ədədlər bizim kökümüz olacaq. Demək, m kubu həllimiz olacaq. M kubu plus 8 bərabərdir 0. Demək, m kubu bərabərdir mənfi 8. M kubu bərabərdir mənfi 2-nin kubu. Bu da m demək bərabərdir mənfi 2-yə.
Burada da -2, burada da -2. Cavabımız elə m bərabər -2 olacaq. E variantı doğru cavab olacaq. K parametrinin hansı qiymətində kvadrat tənliyin köklərindən yalnız biri sıfıra bərabər olar? Yalnız biri sıfıra bərabərdirsə, demək C sıfıra bərabərdir. Yəni, qollarından biri parabolanın koordinat başlanğıcından keçə. Gərək ki, ona görə demək 2 kökü var da, biri sıfırdır, digəri isə fərqli bir qiymətdir. Demək, burada C-nin yerinə -k kvadrat plus 3k durub. Burada B-nin yerinə 6-dır. Bax, bu C-dir. A da K-3-dür. Yəni, ümumi şəkil necədir? AX kvadrat plus BX plus C bərabər 0. Demək, dedik ki, qolunun sıfırdan keçməsi üçün C 0 olmalı. Yəni, -k kvadrat plus 3k bərabər 0. Buradan k-nı çıxartsam mötərizə xaricinə. Bunların lap yerini dəyişsəm, 3k bərabərdir 0. K bərabər 0, k bərabər 3 alarıq. Demək, biri 0, biri fərqli. İndi bizdən hansı qiymətində? Bir dəqiqə, bu k-nın qiymətləridir. İndi k-nın qiymətlərini yerinə qoyaq, görək nə alırıq. Bax, 3-ü qoysaq, bax, k-nın 3-ü qoysaq burada, bu x kvadrat itəcək, qalacaq 6x. Bu da ki, 0 eləyir də, yəni 6x bərabər 0, x bərabər 0. Amma bizdə axı deyir, yalnız biri sıfıra bərabər olsun. Digəri fərqli olmalı deməkdir də. Bu sözdən belə çıxır. Bu cümlədən, bu ifadədən belə çıxır ki, 2 kök var, biri sıfırdır. Digəri fərqlidir. Amma burada bu cür həll eləsək, yəni 3-ü götürsək k-nı, onda bu bizə nə verəcək? Belə bir kök verəcək. Yəni, tənliyin bir kökü olacaq. K 3 olarsa. Və bu bizim həllimiz deyil. 0 olsa baxaq, -3x kvadrat, üstə gələk 6x, bu da 0 eləyir, bərabər 0. Buradan elə x-i çıxartsam, -3x plus 6 bərabər 0, x bərabər 0, 3x bərabər 6, x bərabər 2. Görürük ki, 2 kökü var, biri 0-dır. Yalnız biri 0-dır, o birisi fərqli 2-dir. Demək, bizim həllimiz k-nın qiymətini soruşur da, k-nın 0 qiymətidir. O da E variantı olacaq. K parametrinin hansı qiymətində kvadrat tənliyin köklərindən yalnız biri 0-a bərabər olar? Demək, yalnız biri 0-a bərabər olursa, C 0-a bərabər olmalı. C də ki, bax, budur. Bu B-dir, B -5'dir, bu da C-dir, A-dır. Yəni, AX kvadrat plus BX plus C şəklində. Bizim kvadrat təlliyimiz bu şəkildədir. Yəni, C 0 olmalıdır ki, qollarından biri parabolanın koordinat başlanğıcından keçsin. C-ni 0-a bərabər eləyək, -k kvadrat minus 2k bərabərdir 0. Demək, -k-nı çıxartsam mötərizə xaricinə qalacaq k üstə gələk 2 bərabərdir 0. Demək, -k 0-a ya k 0 olar, k bir də -2-yə bərabər olar. K-nın 2 qiymətini almışıq. İndi bunun hansı qiymətində köklərindən yalnız biri 0 bərabər. İndi ona görə gərək k-nın qiymətini qoyaq yerinə. -2-ni qoysaq, bax, bu itir, bayaqki kimi. Qalır nə? -5x. Bu da 0-dır da. -2-ni qoysaq, bu 0 eləyir. -5x bərabər 0, x bərabər 0. Bir dənə kökü aldıq. X-in bir kökü aldıq. K-nın bu qiymətində. Ancaq burada deyir, köklərindən yalnız biri 0-a bərabər. Demək, yəni bu cümləyə görə 2 kökü olmalıdır, biri 0 olmalıdır. Bu, onda bizim həllimiz olmur. 0 qiymətini qoysaq yerinə. Burada 2x kvadrat
minus 5x. Bunu sıfırlar 0 olur, bərabər 0. Yəni x-i çıxartdım. 2x minus 5 bərabər 0. X-in bir qiyməti 0-dır. Bunu da 0-a bərabərləsəm 5 bölü 2, 2 onda 1. Bir qiymətdə 2 onda 1. Bizdən x-in qiyməti soruşulmur. Bizdə k-nın hansı qiyməti soruşur. Demək, o da k-nın 0 qiymətində baş verir. Yəni D variantı. Tənlinin kiçik kökünü tapın. Kiçik kökünü tapmaq üçün yəqin bunları açarıq ki, kvadrata yüksəldək. Birincinin kvadratı x kvadrat, bunların hasilinin 2 misli. İkincinin kvadratı üstə gələk 1 bərabərdir. Bunu da vuraq mötərizəyə x kvadrat minus 3x plus 4. Buradan mötərizəyə vuraq 2x-i. 2-ni 2x kvadrat minus 4x plus 2 bərabər x kvadrat minus 3x plus 4. Bunları sola keçirsək 2x kvadratdan x kvadrat çıxacaq, x kvadrat qalacaq. Bu mənfi 3x-i sola keçirsəm plus 3x olacaq, yəni minus x. Mənfi 4x üstə gəlir 3x minus x eləyər. 4-ü də sola keçsəm 2 minus 4 mənfi 2 eləyər. Bərabərdə 0. Bu da x minus 2, x plus 1 qruplarına ayrılar. Yəni x-in 2 və x mənfi 1 olar. Bizdən nasıl kiçik kökünü tapın. Kiçik kökü mənfi 1-ə bərabərdir. B variantı. Bu da onun tipli misaldır. Vuraq açaq. Birincinin kvadratı x kvadrat 2-yə vursam 2x kvadrat. Sonra 2 misli 2x eləyər, müsbət. Onu da 2-yə vursam 4x. 1-in kvadratı 1, 2-yə vursam 2. Bərabərdir. Bunu da mötərizəyə vuraq. X kvadrat üstə gələk 3x plus 4. Bunları sola keçirdərəm. 2x kvadrat minus x kvadrat. Bunu keçirdim. Sonra üstə gəl 4x. 3x'i sola keçsəm minus 3x. Üstə gəl 2 var. Burada 4-ü sola keçsəm minus 4 bərabər 0. Buradan x kvadrat eləyər. Bu da x eləyər. Bu isə minus 2 bərabərdə 0. Demək, burada müsbət 2 ilə mənfi 1. Mənfi 1, bəli. Yəni x üstə gələ 2. X minus 1. Müsbət 2-ni mənfi 1-ə vuranda mənfi 2 eləyir. Toplasaq 2 ilə mənfi 1-i müsbət 1 eləyəcək. Bərabərdir 0. Yəni, bunları 0-a bərabərləsə x mənfi 2-yə, x 1-ə bərabərdir. Kiçik kökü burada mənfi 2-dir. B variantı. 18-ə deyir m0-dan kiçik olarsa, tənliyin kökləri üçün hansı təklif doğrudur? 2 müxtəlif müsbət kök var, həqiqi kökləri yoxdur. 2 bərabər kökü var, əks işarəli kökü var, 2 müxtəlif mənfi kökü var. Biz demək diskriminantı tapsaq, diskriminant nəyə bərabərdir? B kvadrat minus 4ac. Buradan diskriminantı tapsaq, müəyyən eləyə bilərik ki, neçə dənə kökü var. Hələ onu sonra müəyyən eləyəcək ki, köklər mənfidir, ya müsbətdir, ya nədir. İndi B-nin yerinə burada, bax, 4m minus 1-dir. Mənfini heç nəzər almıram, onsuz da kvadratı müsbət eləyəcək. Yəni 4m minus 1-in kvadratı. Minus 4 vurulsun. A-nın yerinə 4m-dir. Bax, A-nın yerinə budur. B-nin yerinə 4m minus 1-dir. Bu da C-dir. Demək ki, 4m. C-nin də yerinə m-dir. Bərabərdir. Görək nə? Bunu kvadrata vuraq açaq. Demək, 4m-in kvadratı 16m kvadrat. Bunların hasilinin 2 misli 8m, mənfi özdə 8m. 1-in kvadratı 1. Üstəgəl 16m kvadrat. Üstəgəl niyə minus oldu da? Burada minus da axı. 16m kvadratları getdi. Aldıq nə? 1 çıxaq 8m. Deyir ki, m mənfi ədəddir. M tutaq ki, mənfi 1 yazsaq,
nə çıxır buradan ki, 1 plus 8 yəni üstəgə müsbət qiymət alır da. Yəni, bəlli oldu ki, diskriminant sıfırdan böyükdür. Diskriminant sıfırdan böyük olanda biz bilirik ki, 2 müxtəlif kökü var. Amma kökləri hələ bilmirik ki, mənfidir ya müsbətdir. Onu ancaq biz viyyətdən istifadə edib tapa bilərik. Düzdür, hələ ki, viyyət mövzusu sonra gəlir. Viyyətdə də köklərin cəmi, yəni x1 plus x2 cəmi mənfi b bölək a-ya bərabərdir. Mənfi b bölək a. Bax, burada mənfi işarə. Mənfi 4n minus 1'dir bizim b-miz. Onda qarşısında mənfi olanda müsbət 4n minus 1. Yəni 4n minus 1 bölək a-dakı 4n-dir də dedik. 4n. Bunu yazsaq belə, yəni ayrı-ayrı kəsirlərin fərqi kimi yazsaq, 4n bölək 4n, yəni 1 eləyir. Minus 1 bölək 4n. Şimdi buradan görürük ki, n mənfilidirsə, 1 minus yox, 1 plus olacaq. Yəni 1-in üstünə müsbət ədəd gələcək, o olacaq müsbət ədəd. Yəni bu bir müsbət ədəddir. Bu fərq. Demək, cəmi müsbət ədəddir. x1 indi hasilinə baxaq. Viyyətə görə hasil nəyə bərabərdir? Hasili C bölək A-ya da, C bölək A-ya bərabərdir. C-nin yerinə M-dir, A-dakı 4M-dir. Bu da bərabərdir 4'də 1. Hasilə, yəni 4'də 1 müsbət ədəddir. Demək, 2 bu ədədimizin hasili müsbət ədəd verir. Yəni, bu nə zaman hal mümkündür? Ya bunlar ikisi də mənfi olar, 4 müsbət ədəd olar, ya da ki, ikisi də müsbət olar. Bu, cəmi müsbət olması üçün isə bunlar mənfi ola bilməz. Demək, bunlar ikisi də müsbətdir. Demək, biz 2 müxtəlif müsbət kökü var demək, ifadəsinin doğru olduğunu tapmış oluruq. Olarsa təyin kökləri üçün hansı təklif doğrudur? K sıfırdan kiçikdir. Burada da həmin tipli misaldır. Diskriminantı əvvəlcə müəyyən eləyək görə müsbət sıfırdan böyükdür, kiçikdir, yaxud bərabərdir. Diskriminant nəyə bərabərdir? B kvadrat minus 4ac bərabərdir. B-nin yerinə 2k minus 1 yazsaq, çıxaq, 4 vuraq. A demək burada k-dır. C də, burada da, həm də C k-dır elə. K bərabərdir. Bunu kvadrata yüksəldək. Demək, 4k kvadrat, çıxaq bunların hansının ikimislidir. 4k, çıxaq 4k. 1'in kvadratı 1 eləyər. Üstə gəl 1 bərabərdir 4k kvadratına. Minus 1, 4k kvadrat. Bərabərdir. 4k kvadratları getdi. 1 minus 4k aldıq. Əgər k mənfi ədəddirsə, mənfi 4'ü mənfi ədədə vursaq, müsbət olacaq. Yəni 1 plus neçəsi alınacaq. Yəni müsbət ədəd alınacaq. Diskriminant sıfırdan böyük olacaq. Yəni diskriminant sıfırdan böyükdür. Diskriminant sıfırdan böyükdürsə, bilirik ki, bunun 2 kökü var. Yəni, bir kökü, həqiqi kökləri falan yox. 2 müxtəlif kökü var. Amma müsbət mənfini indi biz viyyətlə müəyyən eləyəcəyik. Demək, x1, x2 hasili dedik nəyə bərabərdir? Birinci hasilə baxaq. C bölək, yəni bunları əzbər bilmək lazım. C bölək A-ya. C-nin yerinə K durub, A-nın da yerinə K durub 1. Demək, bunların hasili 1'ə bərabərdir. 1'ə bərabərdir. 2 ədədin hasili. İndi cəmə baxaq, ondan fikir söyləyə biləcək. x1 üstəgəl x2 nəyə bərabərdir? Mənfi B bölək 2, mənfi B bölək A. Bax, B-miz mənfi 2K minus 1'dir. Əslində, burada da mənfidir, yəni mənfi 2k. Amma kvadratı onsuz da müsbət eləyir, ona görə orada mənfi yazmıram. Yəni,
Buradakı mənfi, buradakı mənfi. Müsbət eləyəcək bir-birini, elə 2k minus 1 qalacaq. Bölək, A-dakı k-ya bərabərdir. Ayrı-ayrı kəsrlərin fərqi kimi yazsaq, 2k bölək k minus 1 bölək k, klar gedər. 2 çıxılsın 1 bölək k. K deyir, sıfırdan kiçikdir, mənfi ədəddir. Yəni, mənfi, bir də bu k da mənfi olsa, bunlar bir-birini müsbət eləyəcək. Yəni, 2 üstə gələk, nəvin neçəsə, tutaq ki, 4də bir, misal üçün, müsbət ədəddir də. Müsbət 2 ədədin, demək, cəmi müsbət oldu. Burada da hasili müsbətdir. Demək, ya bunlar ikisi də mənfi olmalı idi, ya ikisi də müsbət olmalı idi ki, hasili müsbət ədəd olsun. Bəlli oldu ki, bunların yəni cəmi müsbət olduğu üçün bəlli oldu ki, ikisi də müsbətdir. İki müxtəlif müsbət kökü var, yəni C variantı doğru olacaq. Tənliyin köklərindən biri olarsa C-ni deyir tapın. Yəni x-in bir qiyməti bax buna bərabərdir. Aparaq x-in yerinə qoyaq, oradan C-ni tapaq. Yəni x-in yerinə yazsaq kök altında 10 üstə gələk 4-ün kvadratı üstə gələk C, x-in yerinə yazdıq kök altında 10 üstə gələk 4 üstə gələk 6 bərabərdir 0. Bunun kvadratı açsaq 10 üstə gələk 4-ün kvadratı 16. Bunun hasilinin 2 mislidir, yəni 8 kök altında 10 üstə gələk. Buradan C yanındakını heç dəyməyək. Kök altında 10 üstə gələk 4 üstə gələk 6 bərabərdir 0. Bunu saxlayaq sol tərəfdə. C vuraq. Kök altında 10 üstə gələk 4 bərabərdir. Bu 10, 16, 26, o da 32. Alacaq nə? Mənfi 32 minus 8 kök altında 10. C buradan nəyə bərabərdir? Hər tərəfi buna bölsək. Mənfi 32 minus 8 kök altında 10. Bölək kök altında 10 üstə gələk 4. İrəsonaltdan kəsim məxrəcini qurtarmaq üçün bunun qoşmasına vuraq. 10 çıxaq 4. Qoşması çıxaq 4-dür. Sürəti də mütləq vurmalıyıq. 10 çıxaq 4 bərabərdir. Buradan mənfi 8-i çıxardıram mötərizə xaricinə. Burada 4 üstə gələk kök altında 10 olur da. Heç bir ehtiyac yox idi ki bunun. Bir dəqiqə. Buna ehtiyac yox imiş vurmağa. Mənfi 8 ilə çıxartsam mötərizə xaricinə. Alacaq nə? Elə 4 üstə gəl kök altında 10 və yaxud kök altında 10 üstə gələk 4. Eyni şeydir. Bunlar ixtisar gedir, qalır mənfi 8. E variantı bizim cavabımız olacaq. C-ni deyirdi tapın. Köklərindən biri olarsa C-ni tapın. Demək, x buna bərabərdir. Qoyaq yerinə yazaq. Kök altında 5 minus 2-nin kvadratı. Üstə gəl, x-in yerinə, demək, bunu yazırıq da. Kök altında 5 minus 2-ni. Üstə gələk. C bərabərdir 0. Biz bunu kvadrata yüksəlsək, 5 çıxaq 4, üstə gəl 4 daha doğrusu. Bir də bunların hasilinin 2 misli. Yəni 4 kök altında 5. Bununla mötərizəyə vuraq açaq. 4 vuraq kök altında 5. 4-ü mənfi 2-yə vursaq, mənfi 8. Üstə ilə C bərabərdir 0. Bax, bunlar bir-birini aparır. 9 eləyir. 9-dan 8-in 1. Yəni C bərabərdir. 1 üstə gəl C bərabər 0. C bərabərdir mənfi 1. B variantı.
Həqiqi köklər hasilinin tam ədəd olması üçün A parametrini ala biləcəyi tam qiymətlərin cəmini tapın. A-nın ala biləcəyi tam qiymətlərin cəmini tapın. Köklər hasilinin tam ədəd olması. Köklər hasili dedik ki, VT-ə görə nəyə bərabərdir? Köklər hasili demək C bölək A-ya bərabərdir. C-nin yerində 6 durub burada. A-nın da yerinə elə A durub. 6 bölək A. Ala biləcək tam qiymətlərin cəmini tapın. Tam ədəd olması üçün. Bunun tam ədəd olması üçün A-nın bölənləri də bölənlər nədir? 1-dir, 2-dir, 3-dür, 6-dır, 0 olmayacaq, mənfi 1-dir. Yəni tam ədəddən, natural ədəddən söhbət getmir. Mənfi 2, mənfi 3, mənfi 6 olmalıdır. Güya ədəd tam qiymətlərin cəmini tapın. İndi bundan başqa diskriminant da yəni nə olmalıdır? Kökləri olması üçün nə olmalıdır? Diskriminant sıfırdan böyük olmalı. İndi görək böyük olma şərtində nə olacaq? B kvadrat minus 4AC demək sıfırdan böyük olacaq. B-nin yerinə 8-dir. 64. Çıxaq 4 vuraq. A-nın yerinə A-dır. C-nin yerinə 6. Yəni A bir də 6. Böyükdür 0. Buradan 64 çıxaq. 24A böyükdür 0. 24A-nı sağa keçirdirəm. 24A kiçikdir tərəfə düşür də. Bərabərdir 60. Kiçikdir 64-dən. A kiçikdir 64 bölək 24. Bu da nə qədər düşür? 2 tam neçəsə də. Misal üçün 2,5. Misal üçün deyirəm. Önəmli deyil o dəqiqlik. Yəni 2,5-dən kiçik olacaq bizim A-nı. Bax, demək 2,5-dən böyük olan hissə, yəni 3, 6 bizim həllimiz olmayacaq. 2,5-dən kiçik olanlar 1, 2, mənfi 1, mənfi 2, mənfi 3, mənfi 6-dır. Alabəcə tam qiymətlərin cəmini tam. Bunları cəmləsək, 1, 2, bunlar bir-birini sıfırlayır. Mənfi 3, mənfi 6 qalır da. Minus 6, o da bərabərdir. Mənfi 9-a. Yəni, bax, bunu. Misalı nə cür həll elədik? 2 şərt ödənməli idi də. A-nın bölənləri və diskriminant da sıfırdan böyük olmalıdır ki, 2 kökü olsun. Həqiqi köklər hasilindən söhbət gedir burada. C parametrinin hansı qiymətində tənlik həqiqi köklərin hasili ən böyük qiymət alır. Həqiqi köklərin hasili dedik nəyə bərabərdir? C bölünsün A. C-nin yerinə bizdə C deyilə, A-nın yerinə 2-dir. C bölək 2. Həmçinin də köklər 2 kökü olması üçün diskriminant sıfırdan böyük, bərabər də olmalı. Yəni, bərabər olanda 2 bərabər kökü olur da, onun da hasili böyük qiymət ala bilər. Ona görə bərabəri də nəzərə almalıyıq. B kvadrat minus 4AC böyükdür, bərabərdə 0 olmalı. B-nin yerinə mənim 8-dir. Kvadratı 64 eləyər. 4 vurulsun. A-nın yerinə 2-dir. C-nin yerinə elə C-dir. Böyükdür, bərabər 0. Yəni 64 çıxaq 8C böyük bərabər 0. 8C kiçikdir, bərabərdə 64. C 8-ə bölsək 8-dən kiçik bərabərdir. C-nin ən böyük qiymətindən söhbət gedir. Yox. Demək elə hansının ən böyük qiymət alması üçün C demək ən böyüyü 8 olmalıdır da. Yəni sürətdədir 8 bölək 2, o da eləyər 4. Yəni 4 ən böyük qiymətdir, amma 4-ü soruşmur da, hansını soruşmur. C hansı qiymətində deyir. O da C-nin 8 qiymətində. D variantı olar cavabımız. C parametrin hansı qiymətində tənlik həqiqi köklərin hansı ən böyük qiymət alır. Həmin tipli misaldır. Diskriminantı müəyyən eləməliyik. Böyük bərabər 0 olmalı. Onda B kvadrat minus 4AC böyük bərabərdir 0.
8-in kvadratı 64. 4 vuraq. A-nın yerinə 4-dür. C-nin yerinə elə C-dir. Böyük bərabər 0. 64 minus 16C böyük bərabər 0. Gəlin bu dəfə belə eləyək. 64-ü sağa keçirdək. 16C böyük bərabərdir. 64-də mənfi 16-ya bölsək, işarənin istiqaməti dəyişəcək. 16 burada 1 qalır. Burada isə mənfi. Neçə alınır? Mənfi niyə oldu ki bu? Hə də bu da mənfi 64. Hə, mənfiyə bölsək, bu işarəsi istiqaməti dəyişəcək də. Hə, 64-ü 16-ya bölsək, elə müsbət 4 eləyər. Yəni C-nin 4 qiymətində hansı ən böyük qiymət alır? Hasil nəyə bərabərdir? X1 bıraq X2 bərabərdir C bölək A-ya. Yəni C bizdə neçədir? Elə C-dir. A-dakı 4-dür. İndi C 4-dən kiçik olmalıdır. C-nin maksimum ən böyük qiymətini götürməlikdir. Ən böyük qiyməti 4-dür. Demək, C-nin 4-ə bərabər olan qiyməti də bu köklərin hansılı ən böyük qiymət alır. O da E variantı. -25-də deyir ki, tənin köklərindən biri mənfi 1-dir. Digər kökü isə tənin kökü eynidirsə, bunun digər kökü bunun kökü ilə eynidir. Yəni x ilə eynidir. Həmin bu tənliyin əvvəlcə B-sini tapmalıyıq. Sonra digər kökünü tapmalıyıq ki, bundan eyni olacaq. M-i tapın. Yaxşı, belə eləyək. Bu tənliyin köklərindən biri mənfi 1-dir. Yəni x-i mənfi 1 qoyub B-ni tapa bilərik. 3 vurulsun mənfi 1-in kvadratı üstə gələk. B vurulsun mənfi 1 üstə gələk. 4 bərabərdir 0. Mənfi 1-in kvadratı müsbət 1, yəni 3 üstə gələk. Üstə gəl yox, minus B olacaq. Mənfi 1-ə vuranı üstə gəl 4 bərabər 0. Bu 7 elədi. B-ni sağa keçirdirəm. Yəni B 7 oldu. B 7 oldu. Aparaq. Burada qoyarıq yerinə, eybi yoxdur. B-ni tapdıq. 2 nəyə bərabərdir? B-ni tapdıq 7. Qoyaq yerinə. 3x kvadrat üstə gələk 7x plus 4 bərabərdir 0. Bunu ya diskriminantla həll eləyək. Yəni diskriminantla da həll eləyək. Düsturlar yadımızda qalsın. Yəni diskriminant nəyə bərabərdir? Yəni köklərini tapaq da. Biri mənfi 1 olmalıdır. B kvadrat minus 4AC. Demək B 49 çıxaq. 4AC 3-ü 4-ə vuranda 12, onu da 4-ə vursam 48. Diskriminantımız 1 oldu. Onda x1, 2 nəyə bərabər olacaq? Mənfi B üstə gələk, kök altında D, plus minus daha doğrusu, bölək 2A. Düsturu ilə tapılır. İndi x1-i bir dənə plusunu götürək, mənfi B, yəni 7-dir, mənfi 7. Üstə gələk, bir də plusunu nə eləyək? D1 tapmışıq. 2 vurulsun, A-dakı 3-ə bərabərdir. Yəni, mənfi 7 üstə gedək 1 bölək 6, bu da mənfi 6 bölək 6, mənfi 1. Bir kökü mənfi 1-dir həqiqətən. X2-yə baxaq. X2-də mənfi 7 minus 1 olacaq indi bu dəfə. Bu da mənfi 8 bölək 6. Bunları ixtisar eləsək, olacaq nə? 3-də 4, mənfi 3-də 4. Yəni, 3-də 4 olduqda digər kökü, bax budur. İndi M-i tapmalıyıq. Tənin kökü M-i tapın. İndi x-in qiymətini qoyarıq bura. Yəni digər kökü bu tənliklə kökü ilə eynidir. Yəni bunun bax bir kökünü verib mənfi 1. Deyir digər kökü bu biri tənliyin kökü ilə eynidir. Yəni bu mənfi 3-də 4 bu elə x-ə bərabərdir. Yəni 6 vuraq. X-in yerinə yazıram mənfi 3-də 4
digər kökü də. Üstə gələk, B-ni 7 tapmışam. 7 çıxaq 2 bərabərdir M. M-i buradan taparıq. 6 ilə 3 ixtisar gedər. 2 qalacaq. Mənfi 8 olardı. Mənfi 8 üstə gələk. 7-dən 2 çıxsam 5 bərabərdir M. M nəyə bərabərdir? Mənfi 3-ə. Cavab olacaq A variantı. A parametrinin hansı qiymətində bu iki tənliyin deyir ortaq həqiqi kökü var. Ortaq həqiqi kökü var o deməkdir ki, yəni hər ikisinin x-i x-lərindən biri eynidir. Onda bax, sıfıra bərabərdə sağ tərəflər, sol tərəflərin bərabərliyini götürə bilərik. Üstə gələk ax, üstə gələk 2 bərabərdir buna. X kvadrat plus 2x plus a. Bunlar x-ləri eynidir. Əgər bunlar ortaq kök olmasa, bu x-lər eyni olmaz. Fərqli-fərqli. Yəni 1x 1 olarsa, o birisi x 2 olar, x 3 olar. Demək, bunlar x kvadratları gedər. Buradan belə eləyə bilərik də. 2x-i də sola çıxarda bilərik. Və yaxud belə eləyək. Elə ax 2x-i sola çıxartdım. Bu 2-ni də sağa gətirirəm. Yəni a minus 2. X-i çıxartsam burada a minus 2 bərabərdir a minus 2. Bunu ixtisar eləsək a itir bir dəqiqə. Sola keçirsək nə olur? A minus 2 çıxaq a minus 2 bərabər 0. Buradan a minus 2 çıxarsam mötərizə xaricində x minus 1 bərabər 0. Bu ifadə nə zaman 0 olar? Bunlar hər biri ayrılıqda 0-a bərabər olsa. Ayrı-ayrılıqda və yaxud eyni vaxtda. Demək, a bərabər 2, x bərabər 1 olar. Demək, a-nın 2 qiymətini bir dənə qoyaq görək. Bu bərabərlik doğru olurmu? Bu x bərabər 1 nədir? Həmin ortaq kökləridir. Demək, a-nı 2 yazsaq. Demək, x kvadrat üstə gələk 2x plus 2. A-nın yerinə 2 yazdım. Bərabər 0. Yəni, ortaq kökləri 1 qoysaq, görürük ki, 0-a bərabər olmur. Demək, A-nın bu qiymətində deyil ortaq, belə, A hansı qiymətində deyil, ortaq kök olar. Demək, onu nə cür taparıq? A-nın 1 qiymətini, yəni x-i 1 tapmışıq da, qoyaq bu bərabərliklərdən birində yerinə, orada A-nın qiymətini tapa bilərik. Yəni, 2 yazsaq, səhv olacaq. 1 üstə gələk, A vuraq 1, üstə gələk 2 bərabərdir 0. Buradan A nəyə bərabərdir? Bu 3 eləyir, sağa keçirsən mənfi 3 olacaq. Yəni, cavabımız mənfi 3 olar. D variant. Demək, yoxlamaq lazımdır. İkisinin o həmin ortaq kökü yoxlamaq lazımdır ki, A uyğun gəlirmi? Belə 0-a bərabər olmur da, qoyuruq yerinə A-nı da, ikisi də görürük ki, 0-a bərabər olmur. Demək, o A-nın o qiymətində deyil. A parametrinin hansı qiymətində? Tənliyinin sonsuz sayda kökü var. Sonsuz sayda, demək, xətti tənliklərdən keçdik, bildik ki, AX bərabərdir B şəklindədir də. A 0-a bərabər olanda, B də 0-a bərabər olanda tənliyin sonsuz sayda həlli var. Şimdi burada bu A-nın yerinə bax, bu birinci mötərizədir. B-nin yerinə də bu ikinci mötərizədir. Bunların hər ikisi 0-a bərabər yazmalıyıq. Tənliyin sonsuz sayda kökü. Demək, A kvadrat minus 7A hansı qiymətində deyir də? Hər ikisində eyni qiymət bizim həllimiz olacaq. Çünki eyni zamanda 0-a bərabər olmalıdır. 7A üstə gələk 12 bərabərdir 0. Bunu vurğularına ayırsaq 3 ilə 4-ün hasilidir. Mənfi 3 ilə mənfi 4-ün. Cəmi də mənfi 7 edir. Yəni, A minus 3, A minus 4 bərabərdir 0-a. Buradan A 3-ə, A 4-ə bərabərdir. İndi o birisini 0-a bərabər eləyək. A kvadrat minus 8A plus 15 bərabərdir 0. 15 3 ilə 5-in hasili, mənfi 3 ilə mənfi 5-in hasili 15 eləyir, cəmi mənfi 8. Yəni, hər ikisinə baxırıq da bunu.
yaxud da diskriminantla həll edib kökləri taparıq. O da uzun zaman çəkdiyi üçün və vərdiş eləyin vurğularla demək kvadrat tənliyi həll etməyə. A bərabərdir 3, A bərabərdir 5. Demək, ortaq olanlar, yəni hər A3, bax bu ikisi 3 qiymətində, ikisi də 0 olur. Demək, bizim elə həllimiz o 3-dür. Cavab, yəni B variantı olacaq. Demək, belə bir tənlik verib, kvadrat tənliyin. Demək, bu kvadrat tənlikdir. Kvadrat tənlikdirsə, bu x-in üstü 2-dir də. Yəni, x kvadrat olmalıdır ki, o kvadrat tənlik olsun. x1 və x2 kökləri üçün kökləri bərabər və ya kökləri cəmi 0 olarsa, 2 hal üçün ayrı-ayrıqda yazacaq. Kökləri bərabər eləyəcək, yaxud da kökləri cəmi 0 olacaq. M plus B cəmi ala biləcəyi müsbət qiymətlərin cəmini tapın, M parametridir. Yazaq, yaxşı. Bax, demək, dedik ki, bu x-in üstü 2 olmalıdır ki, yəni m kvadrat minus 9m plus 20 2 olmalıdır ki, o kvadrat tənliyi olsun. Üstə gələk 20 bərabərdir 2. Buradan m-i tapa bilərik. Yəni m kvadrat çıxaq 9m. 2-ni sola keçsəm plus 18. 20-dən 2 çıxıram, 18 eləyir, bərabərdir 0. Demək, 6 ilə 3, mənfi 6 ilə mənfi 3-ün hasili 18 eləyər. Toplasam, mənfi 6 ilə mənfi 3, mənfi 9 eləyəcək. Demək, vurğularımız minus 6, minus 3-dür. Bərabərdir 0. Köklər də onda, köklərimiz, demək, m-in aldığı qiymətlər 6 və 3-dür. Bu, m-in aldığı qiymətlərdir. Amma baxırıq tənliyə görürük ki, burada məxrəcdə belə bir ifadə var. Yəni, m-i 6 qoysaq 3 olur. Bu, keçərlidir. Amma 3 qoysaq, məxrəcdə 0 olur. Ona görə onu qəbul edə bilmərik. Yəni, 3 bizim kökümüz olmayacaq. 6 olacaq. Yəni, m-in qiyməti 6-dır. M-i tapdıq. İndi B-ni tapmaq üçün nə şəklə düşəcək bizim tənliyimiz? 3x kvadrat, bu kvadrat oldu. Minus bx plus 6-nı qoysaq yerinə 36 bölə 3, 12 bərabərdir 0. Tənliyimiz bu şəkildədir. B-ni bilmirik. B-ni bu kökü verilən şərtlərdən tapacaq. Deyir ki, kvadrat tənlik x böyük köklər üçün kökləri bərabər. Köklər bərabər olanda bilirik ki, nədir? Yəni, diskriminant 0-a bərabərdir də. 2 eyni bərabər kökü var deyiriksə, diskriminant 0-a bərabər. Diskriminant da nədir? B kvadrat minus 4AC bərabərdir 0. B-nin yerinə mənfi B-dir. Yəni, mənfi B-nin kvadratı ilə B kvadrat eləyəcək. Minus 4 vuraq A 3-dür. C isə 12-dir. Vuraq 3, vuraq 12. Bərabərdir 0-a. Bu B kvadrat. 4-ü 3-ə vursaq 12 eləyər. 12, 12-yə 12-nin kvadratı eləyir də. Sağa keçirdirəm, müsbət olur. Yəni, B nəyə bərabərdir? Plus minus 12-yə. Bizdə B-nin müsbət qiymətlərindən söhbət gedir də. 12-ni, bax, deyir ki, cəmi alıb müsbət qiymətlərin cəmini. Demək, B-ni 12 götürəcəyik. 12 götürdük, eləmi? Demək, bir hal üçün, bu birinci hal üçündür. Yəni, kökləri bərabər olanda və ya kökləri cəmi 0 olarsa, yəni kökləri cəmi 0 nə deməkdir? Yəni, x1 plus x2, bu ikinci haldır da, 0-a bərabərdir. Yəni, x1 V teoremindən nəyə bilirik? x1 və x2 mənfi B bölək A-ya bərabərdir də. Mənfi B, yəni, elə burada B olur da. B, A-dakı 3-dür. A-da 3. Yəni, 0-a bərabər eləyəndə B bərabərdir 3 vuraq 0. Yəni, B bərabərdir 3 vuraq 0. O da 0-a bərabərdir. Yəni, B-in bir qiyməti də 0-dır. İndi bizə deyir ki, M plus B cəmini ala biləcəyi müsbət qiymətlər. İndi bu iki hal üçün də eləməliyik də. Birinci hal üçün M plus B nəyə bərabərdir? M 6-dır. Onsuz da bir dənə qiyməti var. Üstə gələk, burada B 12-dir. Yəni, mənfi qoysam mənfi alınacaq. Ancaq burada müsbət qiymətlərini deyir, tapın. Bu plus minus 12 idi. Müsbət qiymət olması üçün bunun
Demək 12-ni müsbət götürməliyik, 18. Yəni 1, 18 oldu. İkinci hal üçün m plus b bərabərdir. Demək, m-in qiyməti 6-dır, b-nin qiyməti isə 0-dır. Yəni, burada da 6-dır. Yəni, birini götürsək düz alınmayacaq. Demək, 2 hal mümkündür. Və bunların cəmi ala biləcəyi müsbət qiymətlərin cəmini tapın. 18, 6 almışıq, onların cəmini soruşur. O da bərabərdir 24-ə. Doğru cavab B variantı olar. Tənliyin 2 bərabər kökü olarsa, P parametrinin böyük qiymətini tapın. İndi 2 bərabər kökü olanda deyirik ki, diskriminant 0-a bərabərdir. Diskriminant b kvadrat minus 4ac-yə bərabərdir. O da 0-a bərabər olanda 2 bərabər kökü olur. B-nin yerinə burada mənfi p minus 2 mənfi, ancaq kvadratı ilə müsbət eləyəcək. Yəni, p minus 2-nin kvadratı çıxılsın 4, a-nın yerinə 1-dir burada. 1, C-nin də yerinə P plus 6-dır. P plus 6 bərabərdir 0. İndi bunu kvadrata yüksəldək, bunu da mötərizəyə vuraq. P kvadrat çıxaq. Bunların hasilinin kimisi 4P, 2-nin kvadratı 4. 4 vurulacaq P-yə, o 1 idi. 4-ü 1-ə vuranda 4 eləyir. 4 vurulacaq P-yə, 4P qarşısında mənfidir. Mənfi 4-ü mənfi 6-ya vursam, müsbət 6-ya vursam, mənfi 24 bərabərdir 0. Buradan P kvadrat, mənfi 4P, mənfi 4P, mənfi 8P, müsbət 4, mənfi 24, mənfi 20 eləyəcək, bərabərdir 0. Hasil demək, burada nə olar? Qruplarına ayırsaq, 10-dan 2 olacaq da, yəni 10 mənfi olacaq, 2 müsbət. Yəni, mənfi 10-u 2-yə vursaq, mənfi 20 eləyir. Mənfi 10-un üstünə 2 gəlsək, mənfi 8 eləyəcək. Yəni, P minus 10, P plus 2 bərabərdir 0. P-miz olar 10, P bərabər olar mənfi 2. P parametrinin böyük qiymətini tapın. Böyük qiyməti 10-dur da. Cavabımız olacaq 10. Tənliyin köklərindən biri 1-ə bərabərdir. MNK cəmini hesablayın. Demək, köklərindən biri, x1 1-ə bərabərdir. Yəni, bu x-in yerinə 1 qoysaq, biz o MNK-nı elə oradan tapa biləcək cəmini. Bax, m plus 2. X-in yerinə 1 yazdım. 1-in kvadratı 1 eləyir. Üstə gələk. M minus 1. Bu da 1. X-in yerinə 1 yazdım. Üstə gələk. K minus 3 bərabərdir 0. 1-i vursam mötərizəyə olduğu kimi qalacaq. Qarşısı plus ilə olduğu kimi 1-i vursam elə olduğu kimi qalacaq. M minus 1. Üstə gələk. K minus 3 bərabərdir 0. M, N, K 3-ü də müsbətdir. Yan-yana yazıram onları. 2-dən 1 çıxıram 1. 1-dən də 3 çıxanda mənfi 2 eləyəcək. Mənfi 2-ni də sağa keçirsə müsbət 2 eləyər. Yəni, cavabımız 2 olar. Tənliyin köklərindən biri bərabərdir, cəmini tapın. Yəni, burada da olduğu kimi yazarıq. Yəni, x-i 1-ə vursam, belə 1 qoysam yerinə, köklərindən biri. Yəni, birbaşa yazıram. Yəni, m minus 2, 1-ə vurdum, elə həmin özü alındı. Bu da m plus 3. X-in yerinə 1 qoydum, özü alındı. Üstə gələk K minus 3 bərabərdir 0. Demək, M, N, K cəmi mənfi 2, 3 ilə mənfi 3 gedər. Mənfi 2 qalır. Sağa keçirsə müsbət 2 eləyəcək. Bunun da cavabı 2 olacaq. Tənliyinin köklərindən biri mənfi 2-yə bərabərdir. A parametrini ala biləcəyi qiymətlərin hasilini tapın. X-in yerinə mənfi 2-ni qoyaq, görək A parametri nə qiymətlər alır, onların hasilini tapacaq. X-in yerinə mənfi 2. Mənfi 2 kvadratı minus X-in yerinə mənfi 2. Yəni, mənfi 2-ni belə yazmalıyıq da, qarşısında mənfi var. Üstə gələ 2a kvadrat minus 11a plus 5 bərabərdir 0. Mənfi 2-in kvadratı 4 eləyər.
Bunu mənfini mənfiyə vursaq müsbət olacaq. Müsbət 2 üstə gələk 2a kvadrat minus 11a plus 5 bərabərdir 0. 2a kvadratını əvvələ çıxardaq. Minus 11a 6 eləyir. 4 ilə 2-ni cəmr. Onda 5 toplasaq üstə gəl 11 olacaq. Bərabərdir 0. Bunu vuruklarla eləyə bilməyəcək. Diskriminantla yazırıq. D bərabərdir. B kvadrat minus 4ac. Buradan da B'nin yerinə, bax burada neçədir? Mənfi 11'dir də. Mənfi 11'in kvadratı müsbət 121 çıxaq. 4 vurulsun. A 2'dir. C də 11'dir. Bərabərdir 121 88 olur da. Bu da eləyər 33. Diskriminantı tapdıq. A-nın birinci qiyməti. A1 nəyə bərabərdir? Müsbəti götürək. Yəni A1 B budur da mənfi 11. Bir dəqiqə. Bizim düsturumuz necədir? Mənfi B üstə gələk. Kök altında D bölək 2A. Bu 2A yəni buradakı A-nı deyir. Bu A-nı yox. Ümumi düsturdur yəni. Mənfi B yəni bax bu mənfi 11'dir. Qarşısına mənfi də müsbət eləyəcək. 11 üstə gələk. Kök altında D-də 33'dür. D-də 33 tapmışıq. 2 vurulsun. Bunun da A-sı 2'dir. Vurulsun 2 bərabərdir. Bilirik ki, bax A x kvadrat plus bx plus c bərabərdir 0 kvadrat tənliyidir. A bu həmin bu A-dan söhbət gedir. Burada da 2'dir. Bərabərdir. 11 üstə gələk. Kök altında 33. Yəni kökdən çıxmasa da problemi yoxdur. Burada hasiliniz deyil. Bölək 4 aldıq A1'i. A2'ni tapaq. İkinci kökü. Plus yazmışdıqsa indi minus olacaq da. Kök altında D bölək 2A. Yəni olacaq nə? 11 çıxaq kök altında. 33 bölək 4. Yəni bizdən bu A parametrini ala biləcək qiymətlərin hasilini deyir. A1, A2 hasilini soruşur bizdən. A1 vuraq A2 bərabərdir. Yəni birincinin kök biri budur. 11 üstə gələk kök altında 33 bölək 4 vurulsun. 11 çıxaq kök altında 33 bölək 4. Demək, burada kəsirlərin hasili necədir? Sürət sürətə vurulur, məxrəc məxrəcə. Yəni burada da görür ki, A kvadrat minus B kvadrat üstürdür. 11'in kvadratı çıxılsın kök altında 33'ün kvadratı. 4'də 4'ə vuranda 16 eləyər, bərabərdir. Yəni 121 çıxaq. Bundan da kök gedir, 33 qalır. Bölək 16. Aldıq nə? Elə bayaqki 88. Bölək 16. 8'ə bölsək 11, onu da 2'yə bölsək 5,5 alınır. Cavabımız 5,5 olar. Köklərindən biri mənfi 2'yə bərabərdir. A parametrini ala biləcəyi qiymətlərin hasilini tapın. Demək, x'in yerinə mənfi 2'ni qoyaq. Mənfi 2'nin kvadratı minus mənfi 2 üstə gələk 2a kvadrat minus 9a minus 1 bərabərdir 0. Mənfi 2'nin kvadratı 4 eləyər. Üstə gələk mənfi mənfiyə vurulanda plus olacaq. 2 üstə gələk 2a kvadrat minus 9a minus 1 bərabər 0. 6 bu da mənfi 1. 5 eləyəcək. Demək 2a kvadrat minus 9a bunları yazdım. Sonra 6'dan 1 çıxanda 5 qalır. Müsbət 5 bərabərdir 0. Bunun indi vuruklarına ayırmayaq. Elə diskriminantla yazaq. Diskriminant nəyə bərabərdir? B kvadrat minus 4ac bərabərdir. B-nin 9'un kvadratı 81 çıxaq. 4ac 2'ni 5'ə vursaq 10, onu da 4'ə vursaq, bu yazım 4, vuraq 2, vuraq C-nin də yerinə 5. 81 çıxaq, 10, 40 eləyər də, bu da eləyər 41. Biz onda A-nın qiymətlərini tapaq. A1 nəyə bərabərdir? Mənfi B üstə gələk
kök altında D bölək 2A düsturu ilə yazırıq. Mənfi B-nin yerində mənfi 9-dur. Bax, mənfi 9-da. Onu da qarşısına mənfi yazsaq, müsbət 9 olacaq. 9 üstəyələk kök altında 41. Bölək 2 vurulsun, A da ki 2-dir. Bərabərdir 9 üstəyələk kök altında 41 bölək 4. A2-ni də tapaq, minus olacaq bunun. 9 çıxaq kök altında 41 bölək 4. İndi bunların hasilini soruşur, bayaqki kimi ala biləcək. Aparam, kökləndim. Yox, hada hasilini tapın deyir. Yəni A1 vuraq A2 hasili. 9 üstəyələk kök altında 41 bölək 4 vuraq. 9 çıxaq kök altında 41 bölək 4. Kəsirlərin vurulması sürət-sürətə, məxrəc-məxrəcə vurulur. Yəni bunlar A kvadrat minus B kvadrat düsturudur. 9-un kvadratı 81, kök altında 41-in kvadratı elə 41 eləyəcək, köklər gedəcək. 4-də 4-ə vuranda elə belə yazın, bərabərdir. Alınlar 40, 40-ı 4-ə ixtisarləsəm 10, yəni 10 bölək 4. Bunda 2, 5 bölək 2, yəni 5-i də 2-yə böləndə 2 onda 5 alır. Cavabımız 2 onda 5. Yəni, iki bərabər kökün olması üçün P parametrini ala biləcək qiymətlərin cəmini tapın. Bilirik ki, kvadrat tənlikdə iki bərabər kök olması üçün diskriminantın 0-a bərabər olması lazım. Yəni, B kvadrat minus 4AC bərabərdir 0. B-nin yerinə indi görək nə var? Bax, X-in yanındakı B-dir də mənfi 4P-dir. A 1-dir, C-dəki bax bu ifadədir. P kvadrat plus 6P plus 2. Şimdi qoyaq yerinə. B-nin yerinə mənfi 4P kvadratı. 4P də yaza bilər, yoxsa kvadratı müsbət eləyəcək. Sonra çıxaq. 4 vuraq. A neçədir? A 1-dir, yazmıram. Vurulsun C. C-dəki bu da. P kvadrat plus 6P plus 2 bərabərdir 0. 2 bərabər kök olması üçün diskriminant 0-a bərabər olmalıdır. Şimdi buradan elədi 16P kvadrat. Bunun kvadratı yüksəltdim. 4-ü vuraq mötərizə, amma qarşısında mənfi var. Onu da nəzərə alaq. Olacaq minus 4P kvadrat. Mənfi 4-ü vurdum 6P, mənfi 24P. Mənfi 4-ü müsbət 2-yə vursaq, mənfi 8 bərabərdir 0. 16P kvadratından 4P kvadrat çıxsam, 12P kvadrat alırıq. Minus 24P minus 8 bərabər 0. 4-ə ixtisar eləyə bilərəm. Qoy, biraz kiçilsin. 3P kvadrat minus 6P minus 2 bərabərdir 0. İndi P diskriminantla eləyək də, eləmi? Diskriminantla yazsaq, buradan yazıram. Diskriminant bərabərdir B kvadrat minus 4AC. B-nin yerinə mənfi 6-dır. Kvadratı 36 eləyəcək. Çıxılsın, 4 vurulsun. A 3-dür, C isə mənfi 2-dir. Yəni, işarələrə mütləq fikir vermək lazım. İşarələri səhv yazsaq, cavab alınmayacaq. 36 çıxılsın. 12, 12-nin də 2-yə bax. Mənfi ilə mənfi müsbət olacaq. Üstəgəl olacaq. O 12, 12, 24. Yəni 24 gəlsək üstünə 60 eləyək. Diskriminantı 60 tapdıq. İndi biz P1 ala biləcək qiymətlərin cəmini tapırıq. P1 bərabərdir nəyə? Mənfi B üstəgələ kök altındadır. Hər zaman bunları yazın ki, əzbər beyninizə hopsun. Bərabərdir mənfi B, yəni mənfi 6. Mənfi və mənfi 6-da bax belə yazılır, mənfi 6. Üstə gələk, yəni müsbət olacaq da, müsbət 6. Kök altında D. D-ni 60 tapmışıq.
bölək 2 vurulsun. A da ki 3'dür. Bərabərdir. Aldıq nə? 4 vuraq 15 kimi yazsaq, ona ehtiyac varmı? Heç ehtiyac yoxdur. Gəlin belə saxlayaq. Demə 6 üstə gələk kök altında 60 bölək 6. Bunu belə saxladım. 2 ixtisar gedir, ancaq hələ gözləyək. P2 də onda minus olacaq da. 6 çıxılsın kök altında 60 bölək 6. Ala biləcək qiymətlərin cəmini tapın. Deyir, P1 plus P2-ni tapırıq. Bunları cəmləmək üçün məxrəcləri eynidir. Elə 6 yazıram, bir yerdə yazaq da. 6 üstə gələk kök altında 60. Üstə gələk cəmin. Çıxaq 6, çıxaq kök altında 60. Kök altında 60 biri müsbətdir, biri mənfi getdi. 12 bölək 6, 2 olacaq. Cavabımız da 2 olar. İki bərabər kökün dedik ki, diskriminant gərək 0 olsun ki, 2 bərabər kök olsun. Yəni, b kvadrat minus 4ac bərabərdir 0 olmalı. B-nin yerinə görə nə var? X-in yanındakı B-dir. Yəni, 3P-dir. 3P-nin kvadratı minus 4 vurulsun. A demək 1-dir də. 1 yazılmır. 1-dir. C isə P kvadrat plus 10P minus 5'dir. Bərabərdir 0. 3P kvadrat, yəni 9P kvadrat eləyər. 4 vurulacaq mötərizi qarşısında mənfi var. Mənfi 4P kvadrat. Mənfi 4'ü 10P'yə vurdum. Mənfi 40P. Mənfi 4'ü mənfi 5'ə vuranda müsbət 20 eləyər. Bərabərdir 0. 9P'dən 4P'ni çıxsam 5P kvadrat olacaq. Minus 40P'ni yazdıq burada. Plus 20 bərabərdir 0. Kəsirin sürət belə kəsir nədir? Bərabərliyin sağ və sol tərəfini 5'ə bölsək qalacaq 5 kvadrat minus 8P üstə gələk 20'ni də 5'ə bölsək 4. 0'ı da 5'ə bölsək elə 0 eləyir. Buradan P1 nəyə bərabərdir? Mənfi B üstə gələk kök altında D bölək 2A mənfi B. Bax, mənfi 8'dir. Qarşısındakı mənfi müsbət eləyir. 8 olur. 8 üstə gələk kök altında diskriminantı tapmamışıq, eləmi? Diskriminantı tapaq elə burada. B kvadrat minus 4AC B-nin yerinə 8'dir. 64 çıxaq 64 çıxaq 4AC 4 vuraq 4-də 16. Bu da bərabərdir 48. 48 tapmışıq diskriminantı. Yazıram bura 48 bölək 2 vurulsun. A da 1'dir də. Heç nə yazmıram. Oldu bu. Bu ixtisar da gedir. Ehtiyac deyil. İxtisar eləməyə. O birisi də minus olacaq da. O biri kökümüz minus olur. Biri plusdursa o birisi minus olur. 8 minus kök altına 48 bölək 2. Ala biləcək qiymətlərin cəmini tapın. P1 plus P2'ni cəmini soruşur. Burada kəsir məxrəcləri 2'dir. Bir kəsirdə yazıram. 8 üstə gələk kök altında 48. Bu birisi də üstə gələk 8 çıxılsın kök altında 48. 48'dən getdi, qaldı 16 bölək 2, o da eləyər 8. Cavabımız 8 olar. Tənlikləri eyni güclü olarsa, M plus C cəminin böyük qiymətinin tapın. Eyni güclü deyirsə, yəni bunların kökləri bərabərdir. Yəni, x-ləri bir-birinə bərabərdir. Cəmin böyük qiymətini tapın. Onda nə edərik? V teoremindən istifadə eləyək. Demək, x1 plus x2 yəni köklər bərabərdir.
Nəyə bərabərdir? Mənfi B bölək A-da. Bax, burada mənfi M, B-nin yerinə M-dir, mənfi M bölək A-dakı 4-dür. 4. Yəni, bu birisində nə olacaq? Bu birisi üçün x1 plus x2 bərabərdir. Mənfi B, yəni mənfi 9 bölək A-nın yerinə M durub. M-ə bərabərdir cəm. Yəni, bunlar eyni güclüdür. Köklərin cəmi bir-birinə bərabərdir. Bunlar bir-birinə bərabər eləsək, mənfi 9 bölək M bərabərdir. Mənfi M bölək 4. Mənfilər bir-birini aparsa, M-ə çarpaz vururlar 4 də 9-a. Yəni, M kvadrat bərabər olacaq 36-ya. M bərabərdir plus minus 6. M-in, bax, bu qiymətlərini aldıq. Böyük qiymətini tapın. İndi M-i tapmışıq, C-ni də tapılmalıdır da. C-ni tapmaq üçün hasildən, V teoreminə görə onların hasilindən istifadə edərik də. X1, bıraq, X2, birinci, bax, bunun üçün yazıram. Nəyə bərabərdir? Hasili C bölək A-ya bərabərdir də. C bizdə elə C-dir. A-nın yerinə isə 4-dür. Bu birinci tənlik üçündür. İkinci tənlik üçün X1 vur X2 nəyə bərabərdir? Demək, C bölək A-ya C 9-dur, belə 3-dür, A-nın yerinə isə M-dir. Qoyuram yerinə bunları. Yəni, sol tərəflər bərabərdir, sağ tərəflərin bərabərliyini yazıram. Yəni, C bölək 4 bərabərdir, 3 bölək M. İndi burada, M-in müsbət 6-sı üçün yazaq belə. Yəni, C burada nəyə bərabər? 4 vuraq 3. Bölək 6. Bunlar ixtisar geçsə 2 qalar. 2 ilə 4-də ixtisar gedər, qalar 2. Yəni, bir qiyməti 2-dir. Digər qiyməti, bax, bu C1-in bir qiyməti 2-dir. C2 mənfi 6-nı götürək də. 4 vuraq 3 bölək mənfi 6 bərabərdir. Burada mənfi 2 olacaq. İndi M-in 2 qiymət, M1, M2, 2 qiymət müsbət mənfisi var. Eyni gücü olsa cəminin böyük qiymətini tapın. Böyük qiyməti müsbət qiyməti olacaq da. Onda 6 üstə gələk 2. M üstə gələk bərabərdir 6 üstə gələk 2. O da bərabərdir 8-ə. Cavabı tapdıq ki, 8-dir. 37-də deyir, A parametrində asılı tənliklər üçün uyğunluğu müəyyən edir. A-nın 0 və 2 qiymətlərini qoyub yerinə baxacaq görək və oradan biz bu cavabları tapacaq. Yəni, birincidə, A-ya 0 versək, x kvadrat bərabər nə olur? Mənfi 4. Bu da mümkün hal deyil də, yəni həlli yoxdur deməkdir. Həqiqi kökü yoxdur, B variantı. Bura yazaq. İkinci hal, yəni A 2-yə 2 yazsaq, 4 eləyəcək. Yəni, x kvadrat bərabərdir, 4 çıxaq 4. O da 0 eləyər. Yəni, bu halda 2 bərabər kökü olur da, x bərabərdir 0. x1 və x2 0-a bərabərdir. 2 bərabər kökü var, yaza bilərik. C variantını bura aid eləyək. İkinci hal üçün, yəni buna 0 versək, x kvadrat bərabərdir müsbət 4. Bu da x nəyə bərabərdir? Plus minus 2-yə. Yəni, bax, burada 0 olduqda əks işarəli 2 tam kökü var. Bəli, A variantı bura uyğun gəlir. İndi 2-yə baxaq. 2 qoysaq yerinə x kvadrat bərabərdir 8 olurdu. Burada görək 2 oldu, 2 tam kökü var, yox. 2 tam kökü yoxdur, yox. Kökləri irrasionaldır, bəli. A bərabər 2 olduqda kökləri irrasionaldır. Yəni, bundan nə çıxır? Kök altına salsaq, plus minus 4 vuraq 2, yəni 2 kök altında 2 alınır da. Ona görə kökləri irrasionaldır. E variantı da buna uyğun gələr. Üçüncüyə baxaq. 3-də demək 0 versək x kvadrat
0. Həqiqi kökü yox. Demək 0 versə x kvadrat 0 olur. Bu hal var idi axı elə bir ki. O 2 üçün idi, eləmi? 0 verəndə, yəni bu 0 üçün o hal yoxdur. 2 versək 4 olur. X kvadrat bərabərdir 4. Əks işarə 2 tam kökü olur. Bax, bu da D variantı. D-də bura uyğun gəlir. Yəni, plus minus 2 alınır. Demək, əks işarə 2 tam kökü olur. O da D variantı. Yəni, B, C, A, Y, D oldu. Parametrindən asılı tənliklər üçün uyğunluğu müəyyən edin. Köklərin, baxaq, demək, A-ya 3 və 0 verəcəyik. Birinciyə baxaq, x kvadrat. Birinci 3 verək A-ya. A3 olanda 9 çıxaq 9 olacaq da. 3-ün kvadrat çıxaq 9, o da 0 eləyər. Yəni, x kvadrat 0 olması nə deməkdir? x1, 2, 0-a bərabərdir. 2 bərabər kökü var, görək variantı var. Orada 2 bərabər kökü var, B variantı bura uyğun gəlir. 2 bərabər kökü var. İkisi də 0-a bərabərdir. Sonra, indi A-ya 0 verək. A-ya 0 versək, x kvadrat bərabərdir. 0 çıxaq 9, mənfi 9 alacaq. Yəni, burada görsənir ki, bunun kökü yoxdur da. X kvadrat mənfi ədəd almaz. Demək, həqiqi kökü yoxdur. E variantı da elə birinciyə uyğun gəldi. Bu ikisi getdi. Qaldı 2. 2 ilə 3. Demək, x kvadrat bərabərdir. A-ya 3 verək. 9 üstə gələk 9. Bu deyiləyər 18. Bunu yazsam 2 vuraq 9 kimi. Yəni, x bərabər olacaq minus 3 kök altında 2. Yəni, irrasional kök aldıq. Oldu, kökləri irrasionaldır. A variantı bura uyğun gələr. İndi sonra görək 0-a bərabər eləsək, 2 tam kökü var, yəni 3 olmur. Yəni 0-a bərabər eləsək 9 olacaq. Yəni x kvadrat bərabərdir 0 üstə gələk 9 bərabərdir 9-a. Yəni x bərabərdir plus minus 3. 0 oldu, əks işarəli 2 tam kökü var. Yəni D variantı bura uyğun gələcək. Sonra D-ni də üstündən xətt çəkək. Üçüncüyə yəqin ki, C-də 3-ə uyğun gələr. 3 qoysaq, yəni x kvadrat bərabərdir 9, x bərabərdir plus minus 3. Demək, oldu ki, əks işarəli 2 tam kökü var. O da C variantı da bura uyğun gələr. P, Y, A, D. 39-da deyir, kvadrat tənliyi üçün uyğunluğu müəyyən edin. Demək, diskriminantın bu qaydalarını mütləq əzbər bilmək lazım. Birincidə deyir ki, diskriminant A sıfırdan böyükdür. Sıfırdan böyük olanda bilirik ki, 2 fərqli kökü olur. Bu da A variantı. A variantı oraya uyğun gəlir. A-nın üstündən xətt çəkək. Yəni 2 bərabər deyil. X-in istənilən qiymətində sıfırdan böyükdür. Yox, sıfırdan böyük də ola bilər, kiçik də ola bilər ümumilikdə bu. Sonra tənliyin həqiqi kökü yoxdur. Ümumiyyətlə, bunu qrafik göstərsək, yəni sıfırdan böyükdür, o deməkdir ki, yəni parabolamız belə də ola bilər, belə də ola bilər, ağzı aşağı, qollar aşağı. Yəni, absis oxunu mütləq kəsir. Kəsirsə 2 dənə kökü var. Sonra ikinciyə baxaq. Tənliyin həqiqi kökü yoxdur, var dedik. Tənliyin 3 kökü var. Ümumiyyətlə, kvadrat tənlikdə 3 kökü olmur. Bu, heç bir uyğun gəlməyəcək onsuz da. İkinciyə baxaq. Diskriminant sıfırdan kiçikdir. A da sıfırdan böyükdür. Dedik ki, bax, A sıfırdan böyük olanda qollar yuxarı olur. Diskriminant sıfırdan böyük o deməkdir ki, bunun kökləri yoxdur. Kökləri yoxdur, absis oxunu kəsmir. Yəni, parabola absis oxundan yuxarıda yerləşir. A-nın sıfırdan böyük olmağı onu göstərir ki, qollar yuxarıdır. Yəni, absis oxunu kəsmirsə, bunun kökləri yoxdur. Tənliyin həqiqi kökü yoxdur. D variantı.
ikinciyə uyğun gəldi. Həm də sin istənilən qiymətində, yəni bu görürük ki, absolutundan yuxarıda, yəni y-in qiymətlərinə baxırıq, görürük müsbət qiymətlər alır da, yəni sıfırdan böyükdür. Demək C variantı da bura daxil olacaq. Üçüncü, diskriminant sıfıra bərabər olanda dedik ki, 2 bərabər kökü var. Tənliyin 2 bərabər kökü var. B variantı da bura uyğun gələr. Bu heç birinə uyğun gəlməyəcək. Diskriminant sıfıra bərabərdə qrafik göstərsək, yəni təpə nöqtəsi absis oxunun üzərində olur. Bax, bu nöqtə bizim elə kökümüz olur. Yaxud da fərqli də qollar aşağı, yəni A-dan asılıdır. A sıfırdan böyük olanda qollar yuxarı olur, A sıfırdan kiçik olanda qollar aşağı olur. Yəni cavablarımız oldu A, D, C, B. Bu da eyni tipli misaldır diskriminantla. Demək, 1, D sıfırdan böyük olanda dedik ki, 2 müxtəlif kökü var. Tənliyin 2 müxtəlif həqiqi kökü var. D variantı bura uyğun gələr. Tənliyin həqiqi kökü yoxdur. Bu deyil. İstənilən qiymətində bunu deyə bilmərik. Burada gərək A-nı müəyyən eləyək. A-nı bilsək, bunu demək olar. İkinci varianta baxaq. Yəni, burada D sıfırdan böyükdür. Burada D kiçikdir sıfırdan. A kiçikdir sıfırdan. Bunu qrafik göstərsək, dedik A sıfırdan kiçiksə qollar aşağıdır. Diskriminant sıfırdan kiçikdir, yəni absis oxunu kəsmir. Yəni parabolamız absis oxundan aşağıda yerləşir. Yəni mənfi qiymət alır. Sıfırdan kiçiyə qiymət alır. Bax, bu ifadə. Yəni ona görə A variantını bura aid eləyəcəyik. Sonra tənliyin də kökü yoxdur da. Bilirik ki, diskriminant sıfırdan kiçik olanda tənliyin həqiqi kökü yoxdur. E variantı da bura daxil olar. Sonra diskriminant da sıfıra bərabər olanda 2 bərabər kökü var. B variantı da bura olar. Bayaq dedik ki, 3 kökü olmur. C-də olmayacaq. Yəni cavabımız oldu D, A, Y, B. Bu da sonuncu tapşırığımız idi bu mövzuya aid. Güman edirəm faydalı oldu. Like düyməsini basmağı unutmayın. Sağ olun.